Salamlar, mən Aytaç Quliyeva, uşaq və yeniyetmə psixoloqu. Bugün sizlərlə yeniyetmələr arasında, həmçinin də artıq erkin məktəb dövründə olan uşaqlarda çox yayılmış telefon asılılığı ilə bağlı danışmaq istəyirəm. Son zamanlar yaxınlaşan valideynlərdən bir çoxu telefon asılılığı barədə şikayətlərini bildirirlər və söyləyirlər ki, mən deməsəm telefonu əlindən yerə qoymur, mən heç bir irad bildirməsəm dərslərinə yaxınlaşmır, hər şeyi mən ödəməliyəm, yuxudan durmadan telefonu atır, ta yetənə qədər. Hətta bir çox valideyn deyir ki, yuxulayan telefonu əlindən düşür və yuxuluyur. Onu demək istəyirəm ki, bu birdən-birə baş verən bir hadisə deyildir. Bu zamanla yavaş-yavaş formalaşır və ilk zamanlar sizin gözünüzə ayrı bir şeymiş kimi, onsuz da oynayır və vaxt keçsin deyə baxırsınız. Daha sonra isə artıq uşağın yaşı artdıqca onun sosial həyatına, dərslərini təzyiq etməyə başladığında birdən-birə sizə bir siqnal gəlir ki, bu uşaq telefondan çox oynayır. Və birdən-birə işlənirsiniz, uşağa ağrısı göstərirsiniz ki, bu nədir, sən həmiş telefonla oynayırsan, ver telefonu mənə. Və belə bir vəziyyətlə baş verməyə başlayır, uşaq agresivləşir və sizə sərt reaksiyalar verir, cavab qaytarmağa başlayır, gizlin-gizlin telefonu götürüb oynamağa başlayır. Bu kimi hallar günü-gündən artır. İndi isə gəlin analizə görək, bu hansı yaş dövründən başlayır uşaqlarda. Hələ daha əvvəlki vaxtlara qayıtdığında, uşaq biraz şuluq elədiyində və ya məsələn, valideynin vaxtı olmadığında əlini telefonu verir uşağa və deyir ki, yaxşı, al sən bunu biraz oyna, səs salma yetər ki. Uşaq telefonu alır və başlayır oynamağa. Qarşılıqlı oyunlar oynayır, Instagram, TikTok, YouTube bir çox platformlarda oynayır, əylənir və bir tərəfli ünsiyyətin aydosuna çevirməyə başlayır. Daha sonra hər dəfə telefonu istədiyində verirdirsə, siz bəzi vaxtda verməməyə başlayırsınız. Çünki görürsünüz ki, uşağımızın gözləməsi aşağı düşür, diqqət əsirliyi yaranır və agresivliyi başlayır. Və deyirsiniz ki, vermirəm sənə telefonu. Belə bir vəziyyətdə nə olur? Uşaq daha da işlənməyə başlayır, işlerikalar göstərir, sizə agresiv cavablar verir. Belə bir vəziyyətdə digər insanların yanında pərt olmamaq üçün siz deyirsiniz ki, yaxşı, götür, tək sakit ol, səsin çıxmasın. Və ya mağazinə gelirsiniz, markete gelirsiniz, başlayır, ağlayır, qışqırır, yaxşı, ala bunu sakit ol, tək səsin çıxmasın deyirsiniz. Və uşaqda belə bir vaxtda bir lampa yanır və deyir ki, mən deməli, birazcık dava salsam, birazcık işlik yaratsam, valideynlərim mənə bunu verəcəklər. Və başlayır müəyyən bir insan içində, bir yerə qonaq getdiyimizdə və ya evdə oturduğumuz vəziyyətdə hamının əhvalının yaxşı olduğu vaxtlarda dava çıxmağa başlayır. Siz telefonu onun əlinə verirsiniz. Belə gündəlik formada bu uşaq telefonu istifadə etdiyi üçün artıq geri dönüş olmayan bir yola keçmiş olursunuz. Və belə bir vəziyyətdə artıq valideynlər dərs fəaliyyəti başlayır, məktəb başlayır və görürlər ki, yox, burada bir problem var. Uşağımın dərsləri günü-gündən gəlməyə başlayır və deyirlər ki, belə olmaz, artıq bir müdaxilə etməliyik və telefonu verirsəniz yox, alacam telefonu sənin əlindən, və uşaq ilk o sözü işləndə bir duruxur. Düşünür ki, görürsən, həqiqətən də alacaqlar mı telefonu məndən? Sonra baxır, görür ki, yox, bana ki, alacam deyirlər, ama telefonu əlimdən almırlar. Demək ki, bu sadəcə elə belə bir hədələmək funksiyasındadır. Və davamlı dəfəsində valideyn siz dediyində uşaq artıq ciddiyə almamağa başlayır bu hadisəni və valideyn düşünür ki, bu uşaq məni saymır, sözlərə qulaq asmır, deyirəm səndən telefonu alacaq, qulaq asmır. Tutaq ki, bir dəfəsində alır uşağın əlindən telefonu, uşaq gəlir, başlayır, mama, nə olar, xahiş edirəm, telefonu mənə ver formasında danışıqlar aparır və valideyn neyir? Ürəyə döz ver və telefonu geri verir. Və uşaq artıq olayı çözür. Deyir ki, onsuz mənə bir şey edəcək deyirlər. Qoy elə oyun oynayım, sosial mediada istifadə edeyim, uzaq başı biraz əlindən alacaqlar, gələcək, yalvaracaq, verəcəklər bunu mən tezdən. Və yenidən valideyn onun əlindən aldığında və uşaq müdaxilə etdiyində gəlir, yalvarır, eləyir, valideyn verir və məsələn, valideyn deyir ki, alacağıma telefonu sənin əlindən, deyir ki, əşi, yox da, alırsan, al da. Çünki uşaq bilir ki, o telefonu alsa belə geri qayıdacaq. Bir vəziyyətdə nə etmək lazımdır? Ən əsası, hər zaman valideynlər dediyim odur ki, uşaqlarınıza qaydanı əvvəldən qoymalısınız. Bu ta gedir bağça dövrünə, kiçik məktəbli dövrünə gedib çıxır. Siz müəyyən bir qaydaları etməlisiniz uşağınıza. Rejimi olmalıdır, qaydaları olmalıdır. Nəyi edirəm, nəyi etmirəm bilməlidir uşaq. Telefon istifadə edilməsinə icazə verirsinizsə, bu təbii ki, icazə vermək sizin öz təməl haqqınızdan biridir. Sadəcə müəyyən bir zaman daxilində, müəyyən bir günlərdə və ya yanlış bir davranış olduğunda o telefon ona verilməyəcəyini bilməlidir.
ümumiyyətlə telefon bir kənara qalsın, hər hansı bir hadisədə yanlış bir davranış göstərdiyində, bunun müqabilində hər hansısa bir sevdiyi bir şeyin olmayacağını bilməlidir. Təbii ki, burada fiziki şiddət, maddi bir hədiyyə və ya cəzalandırmadan qəti olaraq söhbət edə bilməz. Çünki istər mükafatlandırma, istər cəzalandırma sistemində maddi və fiziki olacaq şeylərdən istifadə etmirik. Tutaq ki, uşaq əgər telefonla oynamaq istəyirsə, bugün telefonla oynamayacaqsan və ya məsələn 2 gün sənin telefon qadağan var və uşağa bunu əgər zaman anlayışı artıq formalaşmış uşaqdırsa, tarifi göstərirsiniz və ya gün formasında deyirsiniz və ya vizual formada anlaması üçün göstərirsiniz. 2 gün, 3 gün sən telefon oynamırsan. Bir gün keçdiyini deyirsiniz ki, bax 3 gün, 2 günüm qaldı, 1 günüm qaldı və o formada izahını aparırsınız uşaqlarla. Daha sonra qaydamız olduğunda, uşaq sizin qətiyyətliyinizi gördüyündə, istər telefon, istər digər icazə, belə deyim, müqavimət göstərdiyi şeylərin onsuz da olmayacağını bildiyi üçün artıq sizinlə davranış problemləri göstərməyəcəkdir. Çünki biləcək ki, ağlasam da, zırıldasam da, nə etsəm də bu şey onsuz da olmur və daha uyğunlaşmağa çalışacaq sizinlə. Sizin də səfəriniz daha zərif olacaq, evladınız da artıq rejimini və qaydaları bildiyi üçün daha arxayan, özünü güvəndə hiss edən və aqressivliyini daha idarə edə biləcək bir formada olacaqdır. Bunları yerinə yetirdiyinizdə çox daha rahat olacaq və həmçinin də bəzən valideynlərdə belə fikirləşdirirəm ki, bacara bilmirəm, mən yox desəm də gedib götürür. O zaman bu ifadəni istifadə edirəm ki, evladınız bıçaq istədiyində verərsiniz ona. Hər zaman deyirlər ki, necə bıçaq verir mən uşağımı, kəsərəm. Deyirəm ki, əgər siz bıçaq tərəfindən qaydanı qoymağı bacarırsınız və bıçaq olmasın, başqa bir zərərverici bir alət olsun. Əgər onun qaydasını qoya bilirsinizsə, necə olur ki, telefonu qoya bilmirsiniz? Orada olduğunuz, o zərər verdiyini düşündüyünüz formdakı qətiyyətliyinizi eyni zamanda telefon barəsində də göstərir. Çünki inanın ki, telefonun verdiyi ziyanı övladınızdan başqa heç bir şey bu qədər verə bilməz. Aqressivlik yaradır, gözünün bacağını aşağı salır, diqqət əsirliyi formalaşdırır uşaqlarımızda, ünsiyyətləri azalmağa başlayır. Çünki davamlı telefonda baxır, oynayır, bir tərəfli ünsiyyətini formalaşdırır və cəmiyyət içinə çıxdığında artıq heç bir şey bacara bilməyəcək bir forma üçün. Çünki o öyrəşir ki, məsələn, davamlı seyir edən tərəf olduğu üçün artıq özü bir ünsiyyət keçirməyi və hər hansı bir şey etməyi bacarmır artıq. Buna görə də mümkün bir övladlarınızı sosial bacarıqlarını inkişaf edəcəyi şeylərə yönləndirməyə çalışın. Telefondan uzaq, daha xoşbəxt, daha əmək qabiliyyətinin inkişaf etdiyi, akademik fəaliyyətin daha üstün olduğu bacarıqlar verir övladınıza. Telefonda olan istər təmsiledici oyunlar, istər digər oyunlardansa daha real, onun qarşılıqlı ünsiyyətdə ola biləcəyi, sual-cavab və daha normal münasibət qura biləcəyi bir aktivitelərə aparmağımız, fəaliyyətlərə aparmağımız daha düzgün olacaq. Dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, yardımcı olacaq bəzi ifadələr istifadə edə bildim sizə. Hər zaman övladlarınızı həyatından xoş izlər buraxmağınızı istəyərdim. Həmçinin də, çünki onlar bizim gələcəyimizdirlər və gələcəyimiz nə qədər parlaq və rəngarəng olsa, bizim üçün o qədər gözəldir. Sağ olun.